Hamınızı salamlayıram. Bugün saç örüyü göstərəcəm sizə. Ən sadə saç örüyüdür. Demək, başın ortasında kvadrat ivin ayırırıq. Tez göstərim. Kvadrat olmalıdır. Rovne kvadrat. Baxın belə. Görünürsə bunu. Bu tərəfdən də. Amma başın bu alın ki yeri var. Oradan biraz saxlamalıyıq. Yəni bax, belə bu hissəni qoyuruq qırağa. Yəni bizə bu kvadrat lazımdır. Baxın, bu kvadrat bizə lazımdır. Aha. Baxın, göstərmək istəyirəm ivinləri. Baxın, rovni kvadrat olmalıdır. Amma saçın qabaq hissəsini işlətmirik. İndi mən bu demək yerdə qalanlarını yığdım bir qırağa ki məşət eləməsin və bu kvadratdan indi sümbül hörəcəyik. Yuxarıdan başlayacağıq, sümbül hörəcəyik. Burasında səsimizi alarıq da. Başladım уже. Baxın, sümbül hördüm. Ardını biraz sadə hörürəm, biraz hörürəm. Çünki onu sonra açacağım. Və beləncinə, bilmirəm, görünür, görünmür. Silikon rezinka ilə yığıram. Ki, bu uca mənə məşət eləməsin. Baxın, belə. Görünür. Sümbül hördük. Axırında sadə hörü elədik. Hördüyümüz saçımızı qoyuruq qırağa. Ləş tut bunu. Və ikinci ivini artıq ayırmışam. Sadəcə sizə göstərmək istəyirəm. Baxın, bu kvadratın ətrafında dairə kimi ayırırıq. Baxın, belə. Baxın, belə. Dairə kvadratın ətrafında. İndi bunları məşət eləməsin deyə yığmışam. İndi bu saçı ki hördük, qutarmadıq. Bax, onun tən ortasında, yəni buradan, tən ortasından yenə başlayırıq sümbül hörməyə. Amma bu səfər bir tərəfdən götürəcəyik, saç əlavə eləyəcəyik. İki tərəfdən də yox. İndi göstərərəm, baxarsınız. Demək, hörüyün altından başlayırıq. Ancaq yuxarı, başını düz tutsun. Biraz yuxarı qaldırım hörüyü. Baxın, ancaq buradan götürəcəyik, əlavə eləyəcəyik. Ancaq sağ tərəfdən. Sol tərəfdən əlavə olunmayacaq. Ancaq sağ tərəfdən. Yəni biz bu ivini gizlətməliyik.
Baxın, hardakı başlamışdıq. Bu hörüyün altından başlamışdıq, tən ortasından. Orada da qutardıq. İndi yenə rezinka ilə bağlayıram bunu. Fikir verdinizsə, ancaq sağ tərəfdən götürdüm. Badıq-bat elədim. Yəni, ancaq buralardan götürdüm. Baxın, çolkanı da yığışdırmış olduq. Demək, belə oldu. Baxın, ivini gizlətmiş olduq. Burada biraz düzdür. Siftə başlayanda saç azdır. Yaxşı örtə bilmədim. İndi yerdə qalan saçları açıram. Açım darayım. İndi. Demək, saçımızı daradıq, yerdə qalan saçları daradıq. Və bu qıraqdan ki, sallanan saçlar var. İndi bunları darayırıq. Və bu pis görünən ivini bu saçlarla belə örtəcəyik. İki qıraqdan da darayım. Saçı burada biraz islatsaq daha gözəl olardı. Və bu artıq hörüklər ki var, 2 dənə hörük. Onların hamısını indi belənin içinə yığıram rezinka ilə. Baxın, belə. Beləliklə, həm o ivinləri gizlətmiş olduq, həm də saçı büsbütün yığdıq. Bunları açım tez. Mənim 3-cü qızımdır. Bir dənə bunun saçı düzdür. O birilərinin saçı qıvrım-qıvrımdır. Mən də iş görəndə bunun saçının üstündə iş görürəm. Artıq saç düzümümüz hazırdır. Baxın, belə oldu. Qıraqları da görürsünüz. Belədir. Bir qırağını da göstərim. Rezinlədik və ürəyini istəyən bantiki və yaxud da zakolkanı bura oturtdururuq. Belə. Saç düzümümüz hazırdır.